UNESCO-nun bu işi təşkil edən təşkilatın 70 illik yubileyidir. Artıq onlar 70 ildir ki, bütün dünyaya car çəkirlər ki, insanlar müharibəyə son qoyun, müharibə olmasın. Çünki müharibə ölüm, itim, qırğın deməkdir, müharibə evlərin dağıdılması deməkdir, uşaqların atasız, anasız qalması deməkdir. Lakin çox təəssüflər olsun ki, hələ də dünyada, bəzi ölkələrdə sülh davam edir. Elə bizim özümüzdə də sərhəd zonalarımızda hələ də atışma davam edir. Hələ də bizim əldən gedən torpaqlarımız geri qayıtmayıbdır. Ancaq buna baxmayaraq, bizim prezidentimiz başda olmaqla biz hamımız sülh tərəfdarıyıq. Torpaqlarımızın da sülh yolu ilə qaytarılmasını istəyirik. Və bugün də onu bir daha burada nümayiş etdirəcəyik. Buyurun, söz sizə. Sülh, həyatın mənası, anaların laylası, körpələrin səsidir. Sülh ağ saçlı dünyanın, milyon insanın həqiqət nəğməsidir. Sülh deyəndə hər zaman yurdumuzda canlanan təbiəti görürəm. Sülh deyəndə hər zaman rəhbərə bəslədiyi məhəbbəti görürəm. Bəli, Birləşmiş Millətlər Təşkilatı bu günü 1981-ci ildə təsis edib. 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə Birləşmiş Millətlər Təşkilatı sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü. Müharibə olmasa, yer min illik barını bircə gündə yetirər. Alim ayı ulduzu dartıb geri gətirər. Müharibə olmasa, bəşərin qapısında vaxtsız ölümgən düşər. İnsanın saçlarından 100 yaşına dən düşər. Müharibə olmasa, sevənlər aləmində nə qəm, nə həsrət olar. Bəşərin gülləsi sözü məhəbbət olar. Müharibə olmasa, çox təəssüf ki, ölkəmiz hələ də erməni quldurlarının atəşlərinə məruz qalaraq cavab verməli olur. Atəşlər nəticəsində ölən və yaralanlar olur. Əbədi mövzu olan sülh mövzusu bugün torpaqlarının 20%-i işğal altında olan, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün və xüsusi əhəmiyyət kəsb edir. Bəli, bugün sülh bayramı qeyd etməyimizə baxmayaraq torpaqlarımızın işğal olunmuş ərazisində sülh bərqərar olunmayıb. Xankəndi 26 dekabr 1991-ci ildə işğal olunmuşdur. Xocavənd işğal olunmuşdur. 1992-ci il oktyabrın 2-sində 145 nəfər şəhid olmuşdur. Xocalı 1992-ci il fevralın 26-sında erməni quldurları tərəfindən işğal olunmuşdur. 613 nəfər şəhid olmuşdur. Şuşa 1992-ci il mayın 8-də işğal olunmuşdur. 193 nəfər şəhid olmuşdur. Laçın 1992-ci il 18 mayda işğal olunmuşdur. 259 nəfər şəhid olmuşdur. Kəlbəcər 1993-cü il 2 apreldə işğal olunmuşdur. 217 nəfər şəhid olmuşdur. Ağdam 1993-cü il 23 iyulda işğal olunmuşdur. 538 nəfər şəhid olmuşdur. Cəbrayıl 1993-cü il 23 avqustda işğal olunmuşdur. 347 nəfər şəhid olmuşdur. Füzuli 1993-cü il 23 avqustda işğal olunmuşdur. 528 nəfər şəhid olmuşdur. Qubadlı 1993-cü il 31 avqustda işğal olunmuşdur. 232 nəfər şəhid olmuşdur. Zəngilan 1993
93-cü il 29 oktyabrda işğal olunmuşdur. 191 nəfər şəhid olmuşdur. Ağdərə 17 iyun 1993-cü ildə işğal olunmuşdur. Qürub edir, günəş batır, gün dönür. Göydə bir cüt ülkən üzlü görünür. Görürsənmi zülmətlərin ayağına? Görürsənmi zülmətlərin ayağına görünür. Göyərçinin gülüm sən də süd donuna. Zəfər, vuruş zəfər, səhər üçün, süd üçün. Torpaq qara, yer göy qara, qan qara, gözlərində qara qara, ağ qara. Bu yol bizi sürükləyirdi hara? Göyərçinin bürün səndə süd donuna. Vuruş zəfər, səhər üçün, sülh üçün. Mən çox istəyirəm ki, xalqım daha yaxşı yaşasın. Onların güzəranını daha da yaxşılaşdırın. Şah sağ olsun, onlar yaxşı yaşayırlar. Elə buna görə də xalq sizi çox sevir şahım. Şah sağ olsun, qonşu ölkənin elçiləri gəlib, nəsə demək istər. İstəyin nədir? Hökümdarın deyir ki, güdə olasınızı ona göndərəsin. Yaxın gəlindəyin gərək ağatı verəkmi? Ağatını sizin oğlunuz da çox sevir. Axı ağat qanaddır. Bir at mənim çoğun üstündə qalmışsın. Atı verək, tək bir adamın burnu qanamasın. Ged atı ver, getsin. Qonşu ölkənin hökümdarı müharibə istəyir. Mən isə istəmirəm ki, qan tökülsün. Şah sağ olsun, qonşu ölkənin çaparı yenə gəlib. Nəsə demək istəyir. Şah sağ olsun, hökümdarın sizin ortancı oğlunuzu istəyir. Hökümdarın onun ortancılığını nə üçün istəyir? Hökümdarın qoşununda əsgərlik edəcək, bəlkə də avata məktəbləcəkdir. Necə edim? Oğlumu yad etdi alçağın ixtiyarına. Necə verim? Axı oğul arxadır. Nə deyirəm? Göndərək qoy getsin. Tək bir oğul üstünə qan düşməsin. Bəzi ged oğlunu yola sal. Qonşu ölkənin hökümdarı müharibə istər. Mən isə istəmirəm ki, qan tökülsün. Şah sağ olsun, yola saldık getdir. Şahım, belə getsə qonşu ölkənin hökümdarı bizim bütün varımızı, dövlətimizi əlimizdən alacaq. İndi nə istərsin? Şahım, qonşu dövlətin elçiləri çaparı gəlir. Hökümdara vətəni darlıq edir. O bizim torpaqları istər. Hökümdarın deyir ki, vətənə nadarlıq edir. O qarşılıqdakı torpaqları istəyir. Avatı verdim ki, at taparam. Övladımı verdim ki, övlad taparam. Torpağı isə tapa bilmərəm. At da, övlad da mənə məxsusdur. Torpaq isə xalqındır. Bu torpaq bizə ulu babalardan miras qalır. Torpaq uğrunda ölməyə hazıram. O torpaqlarda çolços da bitmir. Şahım, torpaqlar şorandır, verək. Gəl, düşmən, aləm sənin gözünün yaşını burada görəcək.
ağır, sırrı sehirlidir ki onu terk etmeye gücüm çatmadı. Ana benim gücüm çatar. Sənə at verirəm bala, halal südümə, o papağa dəymə. Ana ben şuram. Düşman meydanına papaksız debirdesiz necə çıxıram? Sənin döyüş papağının içində indiyədək heç kimə ziyan verməyən ağ göyərçin özünə yuva qurur. Özünün də 2 etçi balası var. Hər gün özünü çölə vurub yem gətirir, babalarını yemləyir. Mən bu günahsız balalara toxunsam, ağ göyərçin usul gedər. Yetim balaların ahnaləsi ölkəmizə bəla gətirir. Bu dəfə papağını taxma. Git bala, Allah sizi qorusun. Şah sağ olsun, qoşun döyüşə hazırdır. Mən başa düşmədim. Bu niyə döyüşə başa çıxır? Yoxsa məni saymır, mən indi ona göstərəcəyəm. Xeyr ola, döyüş papağını niyə başına qoymamısan? Yoxsa bu döyüşü oyun sayırsan? Benim dövüş papağımın içinde ağ göyərçin 2 bala çıxarır. Anam sütünə and verdi ki, o balalara toxunmayacağım. Toxunmayacağım. İnsanları yersiz belalara düçar etməyəcəm. Gəl barışaq, süd bağlayaq. Sənin anan istəmir ki, bir quşun ağ göyərçinin yuvasını dağıtsın. Bəs biz nahar, qan töküb minlərlə insanlar yerini dağıtaq. Bizim aramızda müharibə olmayacaq. Gəl barışaq, süd bağlayaq. Senden ışığını yandır da mekan etme. Hayır. Senden ışığını yandır. Bugünkü əsas məqsədlərdən biri 2012-ci ildə 3 milyard insanın diqqətini bu günə cəlb eləməkdir. İçimizdə olan insanlıq və bəşəri sevgini gözəl əməllərimizlə üzə çıxaraq, o zaman dünyamız həqiqətən də sülh içində yaşayacaq. Bu səbəbdən də yaşından, ilgindən, miyyətindən və dindən və disinə asılı olmayaraq sülhə nail olmaq istəyən hər kəsin yardıma ehtiyacı var. Sülh haqqın, ədalətin yoludur. Sülh ananın behmar şirin səsidir. Sülh qardaşlıq qalasıdır. Sülh an yeridir. Sülh sazın, sözün təntənəsidir. Sülh körpələrin gözündə şirin yuxudur. Sülh sönməz məşəldir. Sülh bəşəriyyətin sağlam dinc yaşamasıdır.
səs salırsınız. Uşaqlara desin layla. Bir sehirli yağış yağsın, dünyanı tertemiz etsin. Uşaqları sevməyərlər, çıxsın dünyamızdan geçsin. Silah düzəldən insanlar, silahları yandırsınlar. Onlar da bize qoşulub, sülh nəğməsi oxusunlar. Bütün nəfəsləri açıb, quşları göyə bıraxaq. Sülhün azadlıq himnini əl-ələ tutab oxuyaq. Bütün dünyaya yayılsın, uşaqların arzularına çatsınlar. Dünyanın göz balaları, sülhün azadlıq nəğməsi, sevindirsin hər bir kəsi. Göyərsinlər, göyə qalsın, hamını sülhə çağırsın. Yox, gələ bilmərəm. Nənəm evdə tək qoya bilmərəm. Atam anam işlədirlər. Nə yaxşı, onlar bizə gələk. Nənələr həmişə maraqlı nağıllar danışırlar. Nənələrin xatirələri də maraqlı olur. Nənəsi nağıl danışıb ki. Olar, niyə Nənələr olur nağıl ki? danışır. Buyurun, keçin. Qız anadan olan kimi şey olur. İdarə edəcəksən. Salam, salam. Hoş gəlmisiniz. Nə yaxşı oldu siz gəldiniz. Uşaqlar, bilirsiniz, nənəm mənə öz xatirələrindən danışmışdı. Nənəcan, olar dostlarıma da öz xatirələrindən danışasan. Olar. Niyə olmur ki? Əziz balalar, mən Azərbaycanın gözəl, ecazkar bir güşəsi olan Qarabağda anadan olmuşam. Biz orada çox gözəl
Neneciğim, bəs sənin ən böyük arzun neydi? Nənənəm, bəlkə biz sənin arzularını yerinə getirə bilərik. Ay balalarım, mənim ən böyük arzum nə ola bilər? Sizin kimi fidan balalar